7 noyabr tarixində Gürcistan Baş Prokurorluğunda keçirilən brifinqdə Laqadexe Bələdiyyəsinin Qabal icmasında keçirilən xüsusi əməliyyat zamanı xüsusi təyinatlar tərəfindən qətlə yetirilən Mirzə Əliyevlə bağlı açıqlama verilib. Prokurorluğun məlumatına görə öldürülən Mirzə Əliyev cinayətkar aləmlə əlaqəli olub və həbsxanada kriminal avtoritetlərə 6000 Amerika Birləşmiş dolları veribdir. Daxili İşlər Nazirliyinin 5 noyabr tarixində yaydığı açıqlamaya görə kriminal fəaliyyətdə iştirak etdiyinə və dəstək verdiyinə görə ümumilikdə 34 nəfər saxlanılıb. Xüsusi əməliyyat nəticəsində Laqadexe Bələdiyyəsinin sakini 1973-cü il təvəllüdlü Mirzə Əliyev öldürülübdür. Daxili İşlər Nazirliyinin açıqlamasına görə Mirzə Əliyev xüsusi təyinatlara atəş açı və cavab atəşi nəticəsində dünyasını dəyişib. Mirzə Əliyevin ailə üzvləri atəşi ilk açan şəxsin Əliyev olduğunu təsdiqləyirlər. Onlar izah edirlər ki, Əliyev özünü müdafiə məqsədi ilə atəş açıb. Çünki o cinayətkar qrupun ona hücum etdiyini düşünürdü və silahlı şəxslərin xüsusi təyinatlar olduğunu bilmirdi. Ailə üzvləri də Mirzə Əliyevin kriminal aləmlə əlaqəsi olduğu barədə məlumatları təkzib edirlər.